Salam əziz izləyicilər, bu videoda Dövlət İmtahan Mərkəzinin çap etdiyi 20 sınaq kitabından 1-ci qrup üzrə 9-cu sınağı izah edəcəm. Başlayaq vaxt itirmədən. Birinci sual. Akril turşusu molekulunda pi rabitələr bütün rabitələrin neçə faizini təşkil edir? Akril turşusunun formulunu bilməliyik. Burada neçə rabitə var? 2 sigma. Burada karbonla hidrogen arasında var. 2 rabitəni burada görürük. Karbonlar arasında. 1 rabitə karbonla hidrogen arasında. 1 rabitə karbonlar arasında. Sonra 2 rabitəni burada görürük. Karbonla oksigen arasında. 1 rabitə burada. 1 rabitə də burada. Toplam neçə olur? 5. Bu da 5. 10 rabitə var toplam. Bu 10 rabitədən neçəsi pi rabitədir? Baxın. 2 qatdan biri pi buradadır. Burada da yine 2 qatdan biri pi'dir. Toplam 2 dənə pi rabitə var. Yəni 10 rabitədən ikisi pi'dirsə bu neçə faiz eləyəcək? Təbii ki 20% olacaq. A variantı. İkinci sual. Doymuş bir əsaslı karbon turşusu X kütləsi 12,8 qramdır. Reaksiyaya sərf olunan natrium hidroksidin kütləsi 2 qramdır. X'in molekulunda karbon atomlarının sayını hesablayın deyir. Doymuş bir əsaslı karbon turşusu. Yəni CnH2n plus 1 COOH formulu ilə ifadə edə bilərik. Üzərinə gələcək natrium hidroksid. Burada deməli hidrogen atomu ilə natrium atomunun yer dəyişməsi baş verəcək. Alınacaq CnH2n plus 1 COO natrium duzu plus H2O. Belə deyək, əgər 12,8 qram turşunun reaksiyasına 2 qram natrium hidroksid sərf olunubsa, nəyi tapmalıyıq? X'in molekulunda karbon atomlarının sayını. Karbon turşusunun emerini belə yaza bilərik. 14N plus 1, 12, 32, 1. Nə qədər edir bu? 14N plus 32, 12, 44, 45, 46 bu cür yaza bilərik. Natrium OH-ın emeri də 40-dırsa, tənasübü bu cür quraq. 12,8-i 40-a vurub 20-yə böləcəyik. Nə olacaq? 20-yə vursaq 128, 256. 14N plus 46 bərabərdir 256-ya. 14N bərabərdir 210'a. N də bərabərdir neçəyə? 15'ə. N'i tapdıq 15. Bizdən nə soruşur? X'in molekulunda karbon atomlarının sayını soruşur. 15 karbon radikaldadır. C15H31. Bir də COOH. Yəni toplam 16 karbon var. Cavab B variantı olacaq. Üçüncü sual. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin deyir. Metanol və etandiol 1-2. Yəni 2 atomlu spirtlərin ilk nümayəndəsi. Etilen glikol da deyirik biz bu maddəyə. Birli spirtdir. Aha. Birli spirtdir. Hər ikisi birli spirtdir. Birli spirt necə olur? Hidroksilin birləşdiyi karbona bir karbon birləşməlidir. Düzdür, metanolda hidroksilin birləşdiyi karbon ilə bircə dənədir. Onu da biz birli spirt saya bilərik. Həmçinin etandiol 1-2-də də hidroksilin birləşdiyi karbona bir karbon birləşib. Onu da birli spirt saya bilərik. Yəni birinci müddəa gedəcək 3-ə. 1 molu artıq miqdar natrium ilə 2 qram hidrogen əmələ gətirir. Bu 2 atomlu spirtə aid olacaq. 2 qram hidrogen 1 mol hidrogen deməkdir. 1 mol hidrogen də 2 atom hidrogenden söhbət gedir. Yəni 2 mol atomdan söhbət gedir burada. Bu da o deməkdir ki 2 OH olmalıdır həmin spirtdə ki natriumla əvəz olunan zaman bu hidrogenlərin ikisi də əvəz olunsa H2 yaranacaq. Yəni 1 mol H2 yaranacaq. Əgər OH bir dənə olsaydı
bir hidrogen əvəz olunardı və 0,5 mol H2 yaranardı. Yəni ikinci müddəyə aiddir 2 atomlu spirtə. 3-də deyir 1 mol dəm qazı ilə 2 mol hidrogenin reaksiyasından alınır. Bu metanoldur. Belə bir reaksiya nəticəsində metanol alınır və zəhərlidir hər ikisi. Cavab olacaq Y variantı. Dördüncü sual. Hansı reaksiyalardan spirt alınır? Birinci reaksiyada suda məhlul verilibsə, qələvinin suda məhlulu verilibsə, spirt alınacaq. Birinci reaksiyanın məhsullarını yazıram. CH3, CH2, CH2OH plus kalium xlorid. Gördüyünüz kimi buradan spirt alınır. İkinci reaksiyada spirtdə məhlul olduğuna görə spirt alınmır buradan. Suda məhlul olsaydı spirt alınardı. Amma spirtdə məhlul olanda spirt alınmır. İkinci reaksiyanın məhsullarını da yazaq. Soruşarsınız birdən. Deməli, buradan alınacaq 2 mol kalium xlorid plus 2 mol su və butadiyen 1,3 alınacaq. CH2, CH, CH, CH2. Üçüncü reaksiya. Etilen oksidin su ilə reaksiyasından nə alınır? Spirt alınır. Bəli, 2 atomlu spirt alınır. Və dördüncü reaksiyaya baxaq. Etilenin oksigəndə oksidləşməsi dəmir, mis, palladium duzlarının katalizatorluğu iştirakında baş verirsə, buradan alınır aldehid, asetaldehid. Yəni spirt alınmır. 1 və 3-dən alınır. C variantı doğru cavabdır. 5-ci suala keçək. Bir əsaslı karbon turşusu molekulunda karbonlar 18-dir. Pi rabitələrin sayı 4-dürsə, hidrogen atomlarının sayı neçədir? Pi rabitələrdən biri karboksil qrupundadır. Qaldı 3 dənə pi rabitə. Əgər burası C17H35 yazsam, radikalda pi rabitə olmayacaq. 0 pi rabitə olacaq. Əgər C17H33 yazsam, radikalda 1 pi rabitə olacaq. Əgər C17H31 yazsam, radikalda 2 pi rabitə olacaq. Deməli, mən C17H29 yazmalıyam ki, radikalda 3 pi rabitə olsun və digər 1 pi rabitə də karboksil qrupunda olsun. Toplam 4 pi rabitə olacaq belə olan halda. X-ı müəyyən edin deyir. Hidrogen atomlarının sayı neçədir? 29 plus 1, 30. Yəni Y variantı doğru cavabdır. 6-cı sual. Aldehidin reaksiyalar verilib. Biri oksidləşmədir, biri reduksiyadır. Üzvü maddə molekulunda sigma rabitələrin sayı neçə vahid artar deyir. Gəlin aldehid götürək. Məsələn, CH3COH. Burada neçə sigma rabitə var? 3, 4, 5, 6 dənə sigma rabitə var. Bu aldehidin oksidləşməsindən nə alınır? Karbon turşusu. Birinci reaksiyadan karbon turşusu alınacaq və burada sigma rabitələrin sayı 3, 4, 5, 6, 7 olacaq. Bir vahid artacaq. Bəs reduksiyasından nə alınır? Yəni üstünə hidrogen gəlsək nə alınır? Spirt. CH3, CH2, OH. Burada neçə sigma rabitə var? 3, 4, 6, 7, 8. Deməli, 2 vahid də bu artdı. Cavab B variantı olacaq. 7. Eyni kütlədə götürülmüş sirkə turşusu ilə bromun reaksiyasında maddələrdən birindən 20 qram artıq qalarsa neçə qram H-brom alınır? Sirkə turşusu ilə bromun reaksiyasını yazıram. CH3COOH plus brom. Deməli, əvəz etmə reaksiyası doymuş karbon turşularında ikinci karbonda baş verir. İkinci karbonun bir hidrogeni halogenlə əvəz olunur və hidrogen halogenid alınır. İndi sirkə turşusunun emerini hesablasaq 24, 32, 4, 60 eləyir. Bromun emeri də 160 eləyir. Baxın, arada 100 qram fərq var. Yəni hər ikisini eyni götürsək, hər ikisini 160 qram götürsək, birindən 100 qram artıq qalacaq. Amma bizim məsələdə deyir ki, birindən 20 qram artıq qalır.
Yəni 100 qram yox, 20 qram artıq qalır. Yəni yuxarı yazacağım rəqəmlər aşağı yazdığım rəqəmlərdən 5 dəfə kiçik olmalıdır. 12 qram sirkə turşusu 32 qram da brom reaksiyaya girsə və mən hərəsindən eyni kütlədə götürsəm, yəni hər ikisini 32 qram götürsəm, sirkə turşusundan həqiqətən də 20 qram artıq qalacaq. Belə olan halda deyir, neçə qram H brom alınır? Normalda H brom 81-dirsə ml, yuxarı yazacağım rəqəm aşağıdakı rəqəminin 5də 1 olmalıdır. 81 vurulsun 10'da 2. Bu da 16,2 olacaq. Cavab B variantıdır. 8'də deyir, izopropil radikalı və aldehid qrupundan ibarət maddə. İzopropil radikalı və aldehid qrupu. Aha. Bu maddə üçün hansı ifadə doğrudur? Hidrogen ilə reaksiyasından 2 metil propanol 1 alınır. Bunun üzərinə hidrogen gəlsək, nə alınacaq? CH3, CH, CH3, CH2, OH. Bəli, 2 metil propanol 1 alınırmış. Düzdür. Molekulunda bir ikili karbon atomu var. Var mı ikili karbon atomu? Yoxdur. Bunlar birli karbonlardır. Mərkəzdə olan da üçlü karbondur. Yoxdur. Hə, bizdən doğru ifadə soruşulur. Elə A variantı doğrudur. C'də deyir, oksidləşməsindən propan turşusu alınır. Xeyr. Oksidləşməsindən belə bir turşu alınacaq. Yəni 2 metil propan turşusu alınacaq. Oksigenin hidrogenə olan kütlə nisbəti 4'ə bərabərdir deyir. Baxaq. Deməli, bu maddədə, bu aldehiddə bir oksigen var. Yəni M oksigen bərabərdir 16'ya. Bəs M hidrogen nəyə bərabərdir? Hidrogen neçə dənədir? 8 dənə. 16 bölü 8 2 olacaq. 4 olmayacaq. Y'də deyir, molekulunda karbon atomlarının 8 sp3 hibrid orbitalı var. Burada sp3 karbonlar hansılardır? 1, 2, 3 dənə. Hər sp3 karbonun da 4 hibrid orbitalı varsa, deməli 8 yox 12 sp3 hibrid orbitalı var. 9-cu suala keçək. Fenol və etilen glikol üçün ümumi olanları tapmalıyıq. Nədir fenol? C6H5OH. Etilen glikol da 2 atomlu spirtlərin ilk nümayəndəsidir. Molekulunda 6 hidrogen atomu var deyir. Bəli, fenol C6H5OH-dır. 6 hidrogeni var. Həmçinin etilen glikolun da 6 hidrogeni var. 2'də deyir, 1 molu artıq miqdar natrium ilə 1 qram hidrogen əmələ gətirir. Bu fenola aiddir. Çünki fenolda natriumla 1 hidrogen əvəz olunur. Amma etilen glikolda natriumla 2 hidrogen əvəz olunur. 1 hidrogen 0,5 mol deməkdir. 2 hidrogen isə 1 mol deməkdir. Yəni ikinci müddəa fenola aiddir. Etilen glikola aid deyil. 3'də deyir ki, nitrat ilə mürəkkəb efir əmələ gətirir. Fenol yox. Fenol nitratla nitro birləşmə əmələ gətirəcək. 2,4,6 trinitrofenol. Amma etilen glikol nitratla mürəkkəb efir əmələ gətirəcək. 4'də deyir, natrium OH ilə reaksiyaya daxil olur. Bəli, fenolun natrium OH ilə reaksiyasından alınacaq natrium fenolyat. Etilen glikolun da natrium OH ilə reaksiyasından belə bir birləşmə alınacaq. 4 doğrudur, 1 doğrudur. B variantı. 10-cu sual. Metil formiat və metan turşusu üçün ümumi olan nədir? Metil formiat HCOOCH3. Metan turşusu da HCOOH. Nisbi molekul kütləsi 46'dır. Xeyr, bunlar izomer deyirlər ki, hər ikisinin nisbi molekul kütləsi eyni olsun. Molekulunda 2 oksigen atomu var. Bu hər ikisinə aiddir. Molekulunda karbon atomlarının 3 sp2 hibrid orbitalı var. Düzdür. Hərəsində 1 sp2 karbon var. Deməli
hərəsində 3 sp2 hibrid orbitalı var. 4'te deyir ki, natrium OH ilə reaksiyasından duz və su alınır. Mürəkkəb efirlərin natrium OH ilə reaksiyası, yəni qələvi mühitdə hidrolizindən nə alınır? Spirtin özü, turşunun duzu alınır. Yəni bu mürəkkəb efir hansı spirtdən, hansı turşudan yaranmışdısa, həmin spirtin özü alınır, həmin turşunun duzu alınır. Gördüyünüz kimi buradan duz və su alınmadı. Amma qarışqa turşusunun, yəni metan turşusunun natrium OH ilə reaksiyasından bəli, duz və su alınacaq. HCOO natrium plus H2O alınacaq. Ümumi olan 2 və 3'dür. A variantıdır. 11'ə baxaq. Etilen glikol və sirkə turşusu. Sigma rabitələrin sayını tapmalıyıq. Etilen glikol haqqında bu artıq neçənci sualdı unutmuşam. Yəni çox sual düşdü. Sirkə turşusu. Sigma rabitələrin sayını tapmalıyıq. Etilen glikolda neçə sigma var? Karbonla hidrogen arasında 4 dənə. İkisi burada, ikisi burada. Plus karbonlar arasında 1 dənə. Karbonla oksigen arasında 2 dənə və OH-ların hərəsində də 1 sigma rabitə var. Toplam 2 burada. Deməli 5, 4, 9. Yəni etilen glikolda 9 sigma rabitə var. Bəs sirkə turşusunda 3'ü burada plus 1'i burada plus söhbət sigma rabitədən gedirsə 1'i burada plus 1'i burada, 1'i də burada. 4, 5, 7. Yəni x bərabərdir A çıx 2'yə. Cavab olacaq Y variantıdır. 12'də nə deyir? Sadə efir molekulunda 3 metil qrupu var. Efir molekullarında cəmi 7 karbon atomu varsa, R1 və R2 radikallarının birləşməsindən alınan maddəni müəyyən edin. Baxın, karbonun biri buradadır. Mürəkkəb efirdə COO-R1 hissəsində bir karbon var. Qaldı 6 karbon. Həmin 6 karbon hardadır? Radikallardadır. R1, COO, R1, R1, O, R2. Mən R1'i məsələn etil radikalı götürsəm, 3 dənə etildə 6 karbon olacaq. R2'yə karbon qalmayacaq. Deməli, mən R1'i etildən də kiçik olan metil radikalını götürürəm. Onda oldu 3 karbon burada. Digər 4 karbon da sadə efirin tərkibində olacaq. R1 yenə də metildir. Qaldı R2. O nə olacaq? Propil olsun o da. C3H7 veya izopropil. Aha. Efir molekullarında cəmi 7 karbon atomu varsa. Hə. Bir dəqiqə. Burada şərt var. Sadə efir molekulunda 3 metil qrupu var. Yəni biz burada C3H7'nin propil mi yoxsa izopropil mi olduğunu müəyyən edə bilirik. Bu propil olsa R2 radikalından söhbət gedir. Onda sadə efirdə metil qruplarının sayı 2 dənə olacaq. Amma bizə şərtdə deyir ki 3 metil qrupu var. Onda R2 radikalı propil yox izopropil olacaq. Belə olan halda sadə efirdə olacaq 3 dənə metil qrupu. Deməli R1 metildir. R2 də izopropildir. Biz indi R1 və R2'nin birləşməsindən alınan maddəni müəyyən etməliyik axı. CH3 bu R1. Bu da R2. Alınan bu maddə 2 metil propan maddəsidir. D variantı olacaq doğru cavab. 13. Nə deyir 13'də? X'i hesablayın deyir. Artıq miqdar natrium ilə reaksiyasından alınan hidrogenin miqdarı. Mol miqdarı. CH3OH bir atomlu spirtli üstünə natrium gəlsəm alınacaq CH3O natrium plus hidrogen
Əmsallaşdıranda da 2, 2, 2, 1 şəklində əmsallaşdıracağıq. Spirtimiz 10,4 moldursa bu reaksiyadan 10,2 mol hidrogen alınır. Sonraki reaksiya CH3COOH plus natrium. Yenə də bir hidrogen. Baxın bu hidrogen natriumla əvəz olunacaq. CH3COO natrium plus hidrogen alınacaq. Yenə əmsallaşdıranda 2, 2, 2, 1 şəklində olacaq əmsallaşdırma. Əgər 10,4 mol sirkə turşusu varsa buradan yenə də 10,2 mol hidrogen alınacaq. Bunların cəmi olacaq 10,4 mol. C variantı. 14 X və Y molekullarında karbon atomlarının oksidləşmə dərəcəsini müəyyən edin. Birinci reaksiya CH3OH mis 2 oksidlə oksidləşdikdə alınır mis, su və HCOH. Sonra həmin HCOH, yəni formaldehid, mis 2 hidroksid vasitəsilə oksidləşərək çevrilir qarışqa turşusuna, HCOOH-a, plus mis 1 oksidinə və suya. İndi biz formaldehiddə və qarışqa turşusunda karbon atomlarının dərəcəsini tapmalıyıq. Öncə formaldehidə baxaq. Hidrogenlər müsbət 1-dirsə, oksigenlə mənfi 2-dirsə karbon X. 2 dənə hidrogen var. Bu müsbət 2 eləyir. 1 karbon var X. 1 oksigen var mənfi 2. Bərabər edirik 0-a. X elə bərabər olur 0-a. Cavab ya A-dır ya B. Qarışqa turşusuna baxaq. Hidrogenlər yenə müsbət 1-dir. Oksigenlər mənfi 2-dir. Karbona da Y desək. 2 dənə hidrogen var. Müsbət 2 eləyir bu. 2 oksigen var. Mənfi 4. Bir dənə də Y var. Bərabərdir 0-a. Y bərabərdir müsbət 2-yə. Cavab olur B variantı. 15-ci sual nə deyir? Molekulunda kovalent polyar rabitələrin sayını müəyyən edin. Müəyyən etməliyik. CH3COOH. Burada neçə polyar kovalent rabitə var? 3'ü burada karbonla hidrogen arasında. Bunu saymırıq. Bu karbonlar arasındakı rabitədir. Bu qeyri-polyardır. İkisi burada. Biri burada. Biri də burada. Toplam 7. Bəs mürəkkəb efirdə HCOOCH3. Biri burada. İkisi karbonla oksigen arasında. Biri növbəti karbonla oksigen arasında. Biri oksigenlə karbon arasında. Üçü də buradadır. Karbonla hidrogen arasında. Neçə oldu? 3, 5, 8 oldu. Yəni A bərabərdir 8-ə. Onda deyə bilərəm ki, X bərabərdir A çıx 1-ə. C variantı doğru cavabdır. 16. İkili butil spirti ilə sirkə turşusunun reaksiyasından alınan efiri müəyyən edin. İkili butil spirti. Bu spirtdir. Sirkə turşusunu da yazaq. CH3COOH. Turşu ilə spirtin reaksiyasından təbii ki su alınacaq. Suyun OH-ı buradan qopur, H-ı da buradan qopur. Efirləşmə reaksiyasıdır. İndi qalır CH3CO, bu turşudan qalan hissədir. Spirtdən qalan hissəni də baxın buradan başlayaraq yazırıq. Oksigen və ikili butil radikalını da yazaq bura. Və salam alındı mürəkkəb efir. Harda var belə bir maddə? CH3COO B variantında var. İkili butil asetat efiri olacaq. 17. Molekulunda 12 karbon atomu olan doymuş bir atomlu spirtdən alınan sintetik yürücü maddənin formulunu müəyyən edin. Deməli, 12 karbon atomu olan spirt C12H25OH üzərinə sulfat turşusunu gəlirik. Sulfatı bu formada yazacağım. Buradan su ayrılacaq. Çıx su yazıram.
Yerde qalacaq C12H25O SO2OH. Bu maddənin də üzərinə natrium OH gəldikdə yenə də bir su ayrılacaq və nə alınacaq? C12H25O SO2O natrium. Bu olur sintetik yuyucu vasitə. Harada var formulu? D variantında. 18. Molekulunda eyni sayda karbon atomu olan doymuş spirtlər. 1 atomlu, 2 atomlu, 3 atomlu. Gəlin biri olsun C3H7OH. Ayrı-ayrılıqda yazaq. CH3, CH2, CH2OH. Sonra 2 atomlu yazaq. CH3, CHOH, CH2OH ve 3 atomlu etilen gliserini yazaq. Daha doğrusu etilen gliserin neydi? Gliserini yazaq. Ben etilen glikolla gliserini sintez elədim. Səhv dedim ama gliserin olacaqdı. Aha. Bu da gliserin. İndi bu maddeler üçün eyni olanı tapmalıyıq. Molekulunda polyar kovalent rabitələrin sayı eynidirmi? Müxtəlif qeyri-metal atomlar arasında. Eyni deyil, eyni olmamalıdır. Yəni OH-ların sayı artırsa, burada bu istiqamətdə polyar kovalent rabitələrin sayı da artır. Qeyri-polyar kovalent rabitələrin sayı eyni olacaq. Yəni spirtin hamısında 3 karbon var. Deməli, karbonlar arasında qeyri-polyar kovalent rabitələrin sayı maddələrin üçündə də eynidir. Hərəsində 2 dənə qeyri-polyar kovalent rabitə var. Digər variantlar da eyni deyil. Məsələn, C variantı. Sigma rabitələrin sayı bu istiqamətdə artır. Mis 2 hidroksid ilə reaksiyaya daxil olma çox atomlu spirtlərə aiddir. Bunlara aiddir. Birinciyə aid deyil məsələn. Və s. 19. Oksalat turşusunda atomların sayı və polyar rabitələrin sayını tapmalıyıq. Oksalat turşusu 2 karboksil qrupunun birləşməsindən yaranır. Açıq quruluşunu yazdım. Atomların sayı 8'dir. Bəs polyar rabitələrin sayı nə qədərdir? Bir dənə bu rabitə qeyri-polyardır da. Qalanları polyardır. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə polyar kovalent rabitə var. Yəni X ilə A'ya bərabərdir. Hansı reaksiyadan aldehid alınır soruşur 20. sualda. A reaksiyasından spirt alınır C2H5OH. B'dən karbon turşusu alınır CH3COOH. C'dən etilen oksid alınır. Epoksit de deyirik buna. D variantından ne alınır? CO plus 3H2 alınır. Y variantından bayaq bu reaksiyanı görmüşdük. CH3COH alınır. Dəmir, mis, palladyum duzlarının iştirakı ilə gedir bu reaksiya. Əgər gümüş iştirakında geçsəydi, C variantında görürsünüz həmin reaksiyanı, etilen oksid alınacaqdı. 21. Doymuş mürəkkəb efir molekulunda metil qruplarının sayı 2-dirsə, hidrogen atomlarının sayı da 6-dır. Efiri müəyyən edin. Məsələn, efir bu olsa, metil qruplarının sayı 2-dir, hidrogenlərin sayı da 6-dır. Elə budur maddə. Nə deyir? Efiri müəyyən edin. Metil asetat A variantı. Çaşıb belə yazsanız, burada metil qruplarının sayı bəli 2 dənədir, amma hidrogenlərin sayı 6 dənə deyil, 8 dənədir. Ona görə bu maddə uyğun gəlmədi. 22. Metakril turşusu ilə etil spirtinin reaksiyasından alınan üzvü maddəni müəyyən etməliyik. Təbii ki, mürəkkəb efir alınır. Metakril turşusu hansı turşuydu? Bu turşuydu. Metil spirti de CH3OH'tı. Reaksiya zamanı turşudan OH spirtdən H kopur. Su əmələ gəlir və yerdə qalan hissələr birləşirlər.
Belə bir mürəkkəb efir alınır. Metil metakrilat efiri deyəcəyik buna. B variantı. Etil spirti deyir. Bir dəqiqə. Metil yox, etil deyir. Diqqət. Metil deyirsə bizdə metil yazaq da etil deyirsə bizdə etil yazaq. Metil yazmayaq. S2H5OH yazaq. Şimdi burada da S2H5 olacaq. Yəni doğru cavab olacaq D variantı. Bəli. Keçək 23-ə. Az qala bir səhv eləyirdik. 23'te ne deyir? Etilen glikol 2 moldu, su 6 moldu. Natriumla reaksiyadan da 6 mol. Su X moldu. Natriumla reaksiyadan da 6 mol hidrogen alınır. Etilen glikol 2 mol. Plus natriumla reaksiya. Alınır S2H5O natrium plus H2. Əmsallaşdırıram 2, 2, 2, 1. Yani 2 mol etilen glikol etil spirti götürdükdə mən niyə bu qədər səhv eləyirəm? Etilen glikol deyir. Etil spirti yazıram. Üzr istəyirəm. Etilen glikol yazaq. CH2OH CH2OH plus natrium. Nə alınacaq? CH2O natrium CH2O natrium plus H2. Natriumu 2 mol götürək. Nəticədə 1 mol hidrogen alınır. Bəli. Amma biz etilen glikolu 2 mol götürsək, hidrogen də 2 mol alınacaq. Yəni 2 mol hidrogen buradan alınır. Deməli 4 mol hidrogen də suyun natriumla reaksiyasından alınır. Ki toplam 6 mol hidrogen alınmış olur. İndi suyun natriumla reaksiyasını yazaq. Natrium OH və H2 alınsın. Əmsallaşdıranda 2, 2, 2, 1 şəklində əmsallaşdıraq. Bizə lazımdır 4 mol hidrogen alınsın. 4 mol hidrogenin alınması üçün biz 8 mol su götürməliyik. Yəni X bərabərdir 8'ə. 24. sual. Tərkibində oksigenin kütlə payı 12,5% olan doymuş bir əsaslı karbon turşusu molekulunda hidrogen atomlarının sayını hesablayın deyir. Doymuş bir əsaslı karbon turşusu CnH2nO2 formuluna malikdir. Bu turşunun emerini necə hesablayacağıq? 14N plus 32 formuluyla, düsturuyla. Burada oksigenin kütlə payı 12,5%'dir. Omega oksigen bərabərdir. 32 qramı böləcəm 14N plus 32'yə. Vuracam 100'ə. Bərabər olacaq 12,5%'ə. Yəni belə də deyə bilərik. Vur 100 bərabərdir 12,5'i silib bərabərdir 8'də 1 yaza bilərik bura. İndi necə hesablayaq? 14N plus 32 bərabərdir 8 vur 32'yə. 14N bərabərdir 7 vur 32'yə. Yəni 7'nin 3'e 21, 7'nin 2 14, 224'ə. Düz oldu mu? Oldu. N bərabərdir 224 böl 14. Neçə eləyir? Bu eləyir 16. Bəli. 16. Yeni tapdıq 16. Bizdən nə soruşur? Hidrogen atomlarının sayı. N16 tapdıqsa C16H32O2 formulumuz olur belə. Yəni hidrogen də 32 olur. Keçirik 25'ə. Sirkə turşusunun mürəkkəb efirinin 50 qram 16% natrium OH məhlulu ilə reaksiyasından 12 qram doymuş bir atomlu spirt alınmışsa, spirt molekulunda karbon atomlarının sayını hesablayın deyir. Sirkə turşusunun mürəkkəb efiri. Yəni belə eləyək görüm alınırmı? Mürəkkəb efir plus natrium OH. Təbii ki buradan sirkə turşusunun natrium duzu alınacaq. Çünki mürəkkəb efir sirkə turşusunun mürəkkəb efiridir. Plus hansısa bir spirt alınacaq.
50 qram 16% natrium OH məhlulunda 8 qram natrium OH var. Normalda 1 mol natrium OH 40 qramdır ama. Və bu reaksiyadan 12 qram doymuş bir atomlu spirt alınıb. Bəs yaxşı, bu spirt özü neçə qramdır emiri? 8-ə 12-dirsə 40-a neçə uyğun gəlir? 60 uyğun gəlir. Yəni bu spirtin emiri 60-dır. Biz də spirt molekulunda karbon atomlarının sayını tapmalıyıq. Spirtin formulu CnH2n plus 1 OH deyilmi? Bunun emerini necə hesablayacağıq? 14n plus 18 ilə. Və bu ifadəni 60-a bərabər eləsək, 14n bərabərdir 42-yə, n bərabərdir 3-ə. Karbon atomlarının sayı olur 3. 26-cı suala keçirəm. Molekulunda eyni sayda karbon atomları olan doymuş sadə efir və doymuş bir atomlu spirt üçün fərqli olan nədir? Məsələn, CH3O, CH3. Bu sadə efir olsun. Eyni sayda karbonu olan spirt C2H5OH. Molekulunda polyar kovalent rabitələrin sayı. Gəlin spirti də ayrı yazaq. CH3, CH2OH. Polyar kovalent rabitələrin sayı. 3'ü burada, biri burada, biri burada, 3'ü burada. Toplam neçə oldu? 8. Bəs spirtdə neçə dənədir polyar kovalent? 3'ü burada, ikisi burada. Bunu saymıram çünkü bu qeyri-polyardır. Biri burada, biri də burada. Toplam neçə oldu? 7. Fərqlidir. Molekulunda CH rabitələrinin sayı. Deməli, doymuş sadə efirdə CH rabitəsi 6 dənədir, spirtdə 5 dənədir. Fərqlidir. Molekulunda sigma rabitələrinin sayı fərqli olmayacaq, eyni olacaq çünki maddələr siniflər arası izomerdirlər. Həmçinin sp3 hibrid orbitalların sayı da eyni olacaq çünki karbonlar hər iki maddədə sp3 hibridləşməyə malikdir. Yəni 8 dənə hibrid orbital sp3 sadə efirdədir, 8 dənəsi də spirtdədir. Cavab 1 və 2 oldu. 27-yə baxaq. Doymuş mürəkkəb efir molekulunda qeyri-polyar kovalent rabitələrin sayı 3-dürsə, karbon atomlarının sayı neçədir? Doymuş mürəkkəb efir molekulunda. Məsələn, 3 dənə birinci müddəaya baxaq. 3 dənə qeyri-polyar kovalent rabitə varsa, oldu mu 3? Oldu. COO, CH3. İndi burada neçə karbon var? 1, 2, 3, 4, 5, 6 dənə. Yəni 1'ə D uyğun gələcək, elə mi? Yox, bir dəqiqə. Birini artıq yazmışam axı. Bu artıqdır. 1'i, 2'si, 3'ü. 3 dənə qeyri-polyar kovalent rabitə var. Deməli, 5 dənə karbon olmalıdır. Yəni 1'ə uyğun gəlməlidir B. 2'də 1 dənədirsə, vəssalam. Bir dənə budur. 3 dənə də karbon var. 2'yə A uyğun gələcək. Demək ki, verilərin üstünə 2 gəldikdə karbon atomunun sayını tapırıq. İndi üçüncüdə də 2 dənə qeyri-polyar kovalent rabitə veribsə, deməli 4 dənə karbon olmalıdır. BAC. Bitti. Gəldik çatdıq situasiya suallarına. Bir karbon atomuna bir metil, bir etil, bir izopropil və bir hidroksil birləşmiş maddənin beynəlxalq adını və onun molekulunda qeyri-polyar rabitələrin sayını yazın deyir. Bir karbona bir metil birləşsin. Bir etil birləşsin. CH2, CH3. Sonra bir izopropil birləşsin. Onu da altdan yazaq. O birisi nədir? Bir dənə də hidroksil birləşsin. Bunun beynəlxalq adını yazaq. Beynəlxalq adını yazmaq üçün OH-ın birləşdiyi karbonun, yəni bu karbonun da daxil olduğu uzun zənciri seçməliyik. Şaxələnmə yaxın olan tərəfdən rəqəmləməliyik. 3, 4, 5. Sonra zəncirdən kənarda qalan radikalları
deməliyik. Baxın, ikinci və üçüncü karbonda metil radikalları var. Deməli 2-3 dimetil olacaq bu. Söhbət bu metillərdən gedir. Qaldı zəncirin adını demək. Pentanol və 3'ü də deməliyik. Çünki OH 3-cü karbondadır. 2-3 dimetil pentanol 3. Bir de onun molekulunda qeyri-polyar kovalent rabitələrin sayını deyil yazın. Qeyri-polyar, yəni karbonlar arasında olan rabitələrdən söhbət gedir. 1, 2, 3, 4, 5, 6. 6 dənə də qeyri-polyar kovalent rabitə var. 29'da deyir ki, fenolun bromla reaksiyasının tənliyini yazın və əmsallaşdırın. 1 mol fenol 3 mol bromla reaksiyaya daxil olur. Yazaq buradan. İkinci, dördüncü, altıncı karbonlarda bromla əvəz etmə baş verir. 2, 4, 6 tribromfenol alınır. 3 molda H brom alınır. Vəssalam. Budur. Yazdıq və əmsallaşdırdıq. 30-cu sual, sonuncu suala çatdıq. Nə deyir? CH3COOH la CH3OH arasında reaksiya baş verir. Reaksiyadan alınan efirin kütləsini hesablayın deyir. Buradan su alınacaq və belə bir efir alınacaq. CH3COOCH3. İndi turşunun, spiritin, efirin emirlərini hesablamalıyıq. Deməli, turşumuz olur 60. Spirit olur neçə? 12, 16, 28, 32. 92, o da 18 çıxsaq 92-dən 74. Düz oldu mu? Bu efirin də emiri 74. İndi bizə deyir ki, başlanğıcda götürdüyümüz maddələrdən birinin kütləsi digərinin kütləsindən 7 qram çoxdur. Baxın, hərəsindən 1 mol götürsəydik, turşunun kütləsi spiritin kütləsindən 28 qram çox olardı. Amma bizə deyir ki, 7 qram çoxdur. Yəni, yuxarı yazacağımız rəqəmlər aşağı yazdığımız rəqəmlərdən 4 dəfə kiçik olmalıdır. Yəni, turşu 15, spirit 8 qram olmalıdır. 60'ın 4'də 1'i ilə 32'nin 4'də 1'ini yazdım üstlərə. Belə olan halda alınan mürəkkəb efirin kütləsi də 74'ün 4'də 1'i qədər olmalıdır. 74 vur 4'də 1. Nə qədər eləyir bu? 18 onda 5 eləyir. Eləmi? Bəli, bu qədər. Reaksiya tənliyini yazdıq. M-i tapdıq 15. M 15'ə bərabərdir. Baxın, burada tapmışıq. M çıx 7 də 8'ə bərabərdir. X-i də tapdıq 18 onda 5. Vəssalam. Bu da növbəti sınağın sonu. Görüşənədək salamat qalın.